Çıxardım. Az qorxarsınız, çıxartsam. Az tıxan. Süddür. Ay qız, deyirlər ki, filtrini çıxart. Bu görəcəklər deyəcəklər, bu nə gündədir? Çıxart. Yumuş olsun. Çıxardım. Yaxşı. Deyir ha. Hələ biraz gedir. Ya, bu da filtrsiz sağlam. Gördünüz. Düzələr inşallah. Ne kadar ağlamışam. Akşam Talanlı vurup çıkmıştım efirə. Akşam bilinmirdi Talanda. İzleyicilerimi açtım dedim. Olsa bilirdi dedim izleyicilerim. Mənim ta üzüm pis gündədir Talanlı vururum. Talanlı vuran da bilinmir. Qalır kırmızı qalır dərinin altında. Akşam Talanlı vurmuştum. Bir komşumdan almışam. Dedim böyle Allah vurur mənim deməksə üzülməyəcək. Bax onun istesini depirzində həkim deyir ki sağaldacağım. Sənin vaxtında dərmanlarını at, onları elə. Daxildən təmizləməlisən dedim. Tridermazdı, elekomdu, onları vururam, qarmanalnidir. Aparır, sonra yenə çıxır. Ona görə mən ağır utanan məcbur idim. Mən özümü göstərçimizdim otana. Mənim dərim çopur yoxdur, pirişimin zadım yoxdur. Bax dərimin altından qırmızı çıxır, o tiderimdir, nədir tiderim, onu çəkirəm, üzümü aparır, gedir. 3 gündən sonra yenə çıxır. O da dedi, həkim də dedi ki, o qarmalan limazdır, o daxildən təmizlənmir. Sənin içindən gəlir, bax onu təmizlənməlidir. Amma yeməkdəndir maliyə gəlir, çox yeyirəm ondandır. Akşam gecə bir-birində matdan xəlvət durdum, onun dərinləri gecə yedim. Biz 2 kilodur, 2 kilonu adı qutardım. Alerjiya deyil. Alerjiya deyil. Həkim deyil ki, dəmir oldu. Alerjiya deyil. Belə alerjiya olmuş. Yaxşı, ha. Hə, bilirəm. Mandalin de deyir, pomidor deyir, hiç adi pomidor da olmaz ha. Şorabanı demirəm, adi pomidor da olmaz, yəni kimi çıxır. Dəmirov nədir? Bax belə qızarır, qadanan qızarır. Bir su kimi olur, sulanır, sonra qabaq qoyur, tökülür, sonra yenə sağır. Neçə gündən sonra bir hansısa bir yeməyə yeyəndə mi, isotanda yenə çıxır. Bilirəm. Ey qızanma. Sağalmır o, elə belə şeydir, deyim. Aparır sonra yine de gelir. Hada pisiyor yaz, ne bileyim, öləcəksən aydındır. Çok sağ ol sözüne göre mərifətsiz. Məni söyən insanlar, vaxt gələcək, zaman gələcək, özünüz görəsiz. Çok peşman olasınız, mənə haqsızlıq, haqqıma girirsiniz, məni söyürsünüz deyil. Bilmirəm, nə qalmışam sizə. Yox, bir də deyir, həkim deyir ki, gündə 2 litr boş su, çiğ su içməlisən. O da aparır. Təmizlik içində başına nə varsa, onu da deyir, mən sən eləmirəm. Ancaq qazdırmazlı sular içirəm. Dəmirov sağalmış, sağalanlar var. Məndəki dəmirov pisindən deyil. Bax, dirsəyimdə heç nə yox. Bax, qolumda heç nə yox, bədənimdə heç nə yox. Ağ, bax, kürəyimdə, ayağımda heç nə yox. Bir dənə sifətimdə olur. Xoşbəxtəm ki, bütün bədənimi, dirsəyimi, qolumu kimi almayıb. Çox ona xoşbəxtəm. Elə bir deyilik, xərçəngin erkəyi də olur, dişisi də olur. Məndəki erkəyidir, dişisi pis olur. Məftundan ötürü çox dağılmışam. Qonşum da deyir ki, Barış Məftun çox yaxşı insandır. Barış gəlsin otursunuz, deyirdiniz, gürürdünüz, gəzirdiniz.
Ördəyimliyi mən yolmadım ki, qadınlanım deyə yol qoymuşam şeyə. Hündüşqamı yoldum, təmizlədim. Niyə elə deyirsiniz ki, mənim də əcrimə bacarığım var, ördəkləri yolmaq lazım baxın. Ördək yolmaq nədir ki, 3 az indi də. 4-ün yol apar təmizlə qoxala denir ki, ayıq deyaz. Elə söz danışmayın. Darıxmışam da, nağarım. Barışma deyənlər nə qədər qəlbiniz xarabdır. Deməkdən ki, olar, səhvdir, olur, gedin də barışın, bir də olmazsın. Nə qədər, ay Allah, buradan ora çatdırsınız, oradan bura, bəsdir, neta. Pudra deyil, üzüm xəstədir. Gəlin. Tek qalmaq notlarsan. Gözlə, mənim kimsə qonaq çağıranda dostlarımla gedirəm. Evlənci gün tək etmək xoşuma gəlmir. Həmin yolda söhbət edirik maşından, təsvirə yatıram. Bax, ləzzət eləmir. Bir yeri gəlib, Bakıya gedirəm. Tək gedə bilmərəm, Bakıya gedərəm. Çünki görüm maraqsız olur. Yəni, böyürümdə hayandı, söhbət edirik, gedirik. İtdən keçməyib Dəmirov. Dəmirov məndə çoxdandan var. Nənəmin vaxtından. Prosta belə irəliləməmişdi. Dürdanə, gəmin birində sizdə yaman qəşəkdir. Pəhriz gözləməliyəm. O, Bərdədə bir savadlı həkim var. Dedi, üzünü qəşək sağalmanı istəyirsən. Dedi, mən bu xəstəliyi, bu dəri həkimini aparıram. Dedim, nədir? Dedi, ağzın qıfıllanacaq. Bax, çörək deyir, baba, bir belə də qoymayasan ağzına. Baba, bir belə də çörəyə deyir, əlvida deyəsən. Çörəyə deyir, əlvida deyir, mən də ki, yox. Çörəyə deyir, əlvida deyəsən. Ondan sonra səni sağaldacam. Ciyarın narahatdır, dedi. Bir də ki, dedi, psixoloji problemlərim var, əsəbin də olur, deyir. Səni deyir, üzünə baxan kimi bildim ki, sənin psixoloji problemlərlə var. Dedim, üzüm eləyir. Yaman savadda kimi bir dəfə getdim, kursuma alacaqdım, sonra getmədim. Yağlı yeməklərə əlvida, soyutma yeyəsən, dedi. Ördəyə pişirdi, sağ demir ki, ördək. Soyutma elə, qızartma yox. O da baxdım ki, mənə sərf eləmiş. Dedim, ay Allah, dünyaya bir dəfə gələm, mən qızartma yemə, onu yemə, bunu yemə, çörək əlvidadır. Başladım yeməyə. Zöhrab həkim. Yanına git, görüm, səhər tezdən git, saat 4-ə 5-ə ancaq növbəsinə düşəsən. O qədər savadlı həkimdir ki, dedi, mən sənin üzünü sağaldıram. Sözlə verirəm, və Ayda xanım da deyir ki, sağaldıram. Mən deyir, bu xəstəliyi sağaltmışım. Amma mənim dediyimdən dedi, oturtdurasın, onu da mən eləmədim. Babuş, sağal yenə gedə. Həmin matan arıqlasan da çox simpatişin olaram, Allah hamd olsun. Arıqlasam çox simpatişin olaram. Az mənim bir şəklim var, Allah hamd olsun. O qədər yaraşıqlı, arıq vaxtı, qarnının zadım yox. O görün. O görün durur o. O kadar yaraşıqlı olmuşam ki. Öpeceğim.
Deyir ha. Ağrıq. Nətərdir? Niyə? Qarnım deyilən bir şey yox idi, deyə. Bax, poçt işləyəndə belə idim. Bu TikTok'a girdim, yedim, yenə. Bax, belə idim, bax, TikTok'a girəndə. Belə TikTok'a deyil, poçt işləyəndə belə idim. Bax, qarnım yox. Qız vaxtların nədir? Səs danışma. Hansı ödə? Hə, gedən tutan, deyil ha. Hayır. Gördün ne güzel yaraşıklıydım. Ev kimliği, ev Deniz gelin eviydi. Orada çektirmiştim. Hı? Ne? Artık yere? Ha, deyir qarnın doyur, gözün doymur. Ona görə də şişirsin. Yayma. Kökəlmişəm də, sifətdən eybəcər deyiləm. Kökəlmişəm sadəcə, yeyirim, qardaşmağarım, çox deyil, hər şeydə saxlayıram. Bax, bu əllərim bacarıqlıdır. Hündüşqa, ördək, töyok, qırqol, hər şeyi saxlayıram. Bax, kəsirəm, yoluram, qoyuram qabağıma, bax, març yeyirim. Bir qabağıma alan yoxdur. Ki, ay barata, dur, bəsdir. Çörək çox yeyirsən, ay barata, dur, bəsdir. İndi ondan da yaxşı olarsın. Hə, kökəlmişəm, rəhbərşi kimi deşişmişəm. Kökəlmişəm. Yo, işim yaxşı idi, müdür idim mən orada. Çıxartdı da nağarım. Amma əslində ki, çıxmağıma sevindim. Çünkü uşağa 300 manat maaşla mən bu ev eşiği qura bilməzdim. Da yəni burada TikTok'da tanındım, qabağa getdim. Başa düşürsünüz, gör nə qədərində hər şeyim oldu. Hamısı sizlərə boşlayam, hamısını. Ona görə çox şanslıyam ki, mən belə sevən, gözəl izləyicilər qazanmışam. Belə gözəl, məni sevən izləyicilər, sevməyənlər də var. Yox, bu dəqiqə mənim məni söyənlər də çoxdur. Sevən izləyicilər qazanmışam. Məni sevən var, sevməyən də var. Amma sevməyən daha çoxdur, mən onu görürəm. Sevməyən daha çoxdur. O da bilirsiniz niyə? Qabaqlar mənim evim eşiyim, qapılarım olmayla pis gündə olanda hamısı can yazırdı. Kayıtlarımın altına baxırdım da. İndi amma söyüşlər çox artıqdı mənə. Söyüşlər daha çox artıq. Kayıtlarda da nə? Biri yazır ki, bunun ev eşiği var, mənim yoxdur. Buna baxıb, bunun qapısına tüyoğa düzə bəxtəvər, mənim niyə yoxdur? Babaş nağarsın, babaş öz bacarığından saxlayır eləyir. Bir də ruzunu verən Allahdır. Hamısı deyər ki, sevilsin, qabağa getsin. Dürdanə kimi qonşudum da. Siz istədiyiniz kimi mən də istəyirəm. Hamı istəyir ki, xarici ölkəni gəzsin. Hamı istəyir ki, gözəl şəraitdə yaşasın. Bunu hamı istəyir. İndi mənim də ki, izləyicilərim çıxdı. Allah Teala izləyicilərimi çıxartdı. Ruzunu verən Allahdır. Allah Teala çıxartdı, sevildim, qabağa getdim. Hədiyyələr atdılar. Afrisat deyiləm. Niyə afris deyiləm ki? Pulumu yığdım, dağıtmadım. Gündə bir brend geyinib oturmadım burada.